iki dövlətin strateji maraqları o qədər bir-birinə ziddir ki, yəni gündəlikdə müəyyən dövrlərdə müəyyən dövlət maraqlarını nəzərə alaraq siyasi hakimiyyətlərdə qarşılıqlı yumşaqlıq ola bilər. Amma mahiyyət etibarilə bu dövlətlərin bir araya gəlməsi mümkün deyil. Nədən? Bilirsiniz ki, dəfələrlə təkrar edirik. Bu sərhədlər təzə açılan zaman Arazın o tayından gələn soydaşlarımız daha çox özlərinə İranlı deyirdilər. Müraciət edəndə İranlıyam deyirdilər filan. Deyirdik, qardaşım sən Azərbaycanlısan, türksən, deyirdi, yox İranlıyam. Amma bugün sən ona o İranlısan deyəndə ona qəzəbinə tuş gəlirsən. Onun əsəblərinə toxunur. Mənə niyə İranlı deyirsən? Mən Azərbaycanlıyam. Yəni böyük bir dəyişiklik baş verib Azərbaycanın güneyində və bu dəyişiklik təbii ki, Fars yönetimini narahat etməyə bilməz. Və mən məsələn o dövlətə bir düzdür adlarını dini dövlət qoyublar, İslamın təmsilçisi, daha çoxusu Fars şovinizminə, Fars millətçiliyinə söykənən bir dövlət kimi baxıram İrana. Və indiki bu İran coğrafiyasındakı o din xadimlərinin də hər birinə elə 100%'li düşmən kimi baxma fikrim yoxdur, heç elə bir fikrimiz də yox. Təbii ki, onların da içində sağlam, düzgün düşünən böyük alimlər və din xadimləri var. Amma İranı yönəldən Fars şovinizminin bizə təqdim elədiyi din bizə adiyyət olmayan bir dindir. Yəni o tamamilə mahiyyəti dəyişdirilmiş Fars şovinizminə xidmət edən bir sistemdir. Və bu iki dövlət üz-üzə durub. Və zaman-zaman Azərbaycan sözü İran sözünü ifadə olaraq udur. Yəni tədricən İranın içərilərinə doğru yerilir. İranı yaşadan nədir? Məsələn, dövlətin adı, məsələn, bütün dövlətlər, İran dövləti. Yəni İran vətəndaşı İran adı ilə qürur duymalıdır. O qürur gedir. Və yaxud artıq bunların o dini pərdəsi cırılır süni. Məsələn, onu türk millətçiliyi əvəz edir. İdeoloji cəhətdən də deyil.